30 mart 2025-ci il tarixində Günəşdə 5 güclü M sinifli günəş partlaması baş verib. Bu aktivlik yerdəki həyatın dalğalanması potensialını nəzərə alaraq həm elm adamlarının, həm də astronomiya həvəskarlarının diqqətini çəkib. Bəs nə baş verir və nəyə hazırlaşmaq lazımdır? Sfera az qeyd edir ki, M1-4 kimi təsnif edilən ilk partlama Bakı vaxtı ilə saat 1:38-də alovlanıb və 33 dəqiqə davam edib. Digər 4 partlama da eyni günəş ləkəsi qrupundan püskürən 4-4 nömrəli M sinif partlamalar güc baxımından orta səviyyədədir. Xəbərə görə bu partlamalar günəş plasmasını kosmosa atıb və bu 1-3 günə yerə çata bilər. Bu hadisə 2025-ci ilin ortalarında gözlənilən pik nöqtəsinə yaxınlaşan 25-ci günəş dövrü ilə uyğunlaşır. Günəş alovları planetimizə təsirlər kaskadını işə salır. Yüklü hissəciklər yerin maqnitosferinə çırpıldıqda geomaqnit qasırğalarını alovlandırırlar ki, bunlar potensial olaraq kəsintilərə səbəb olan elektrik şəbəkələrini pozur. GPS kimi qısa dalğalı radio və peyk naviqasiyasına müdaxilə edir. Xüsusilə şimal enliklərində sənaye şəbəkələrini gərginləşdirir. Texnikadan əlavə bu pozuntular köç edən quşların və heyvanların daxili kompaslarını zədələyə bilər. Münsiflər heyəti hələ də geomaqnit qasırğalarının insan sağlamlığına təsir edib etmədiyini araşdırır. Bəziləri günəşdə partlamalar vaxtı baş ağrıları, yorğunluq və ya qan təzyiqinin dəyişdiyini bildirir, ancaq ciddi sübutlar hələ də əldə edilməyib. Bununla belə həkimlər bu dövrlərdə istirahət etmək və özünə nəzarət etmək məsləhət görürlər. Mütəxəssislər günəş aktivliyinin qarşıdakı aylarda daha da artacağını və 2025-ci ilin iyulunda zirvəyə çatacağını proqnozlaşdırırlar. Bu, qarşıda daha çox geomaqnit qasırğası və auroraların olacağı deməkdir.